özünün dediyinə görə Həzrəti Seyyid-i Şühədanın mübarək məzarına təvəssül edərkən bu müəffəqiyyət ona mərhəmət olundu ki, Qur'an əsasında təfsir etmək işini başladılar. Qur'anı oxuyarkən irəli getdikcə diqqət yetirəndə görürük ki, hər bir ayə başqa ayəni şərh edir, təfsir edir və biz Qur'anın bu xüsusiyyətindən istifadə elədik və Qur'anı özü ilə təfsir eləməyə təşəbbüs elədik. Bismillahirrahmanirrahim. Kaf, ya, ayn, sad. ذكر رحمة ربك عبده زكريا إذ نادى ربه نداء خفيا قال رب إني وهن العظم مني واشتعل الرأس شيبا ولم أكن بدعائك رب شقيا وإني خفت الموالي من ورائي وكانت امرأتي عاقرا فهب لي من لدنك وليا يرثني ويرث من آل يعقوب واجعله رب رضيا يا زكريا إنا نبشرك بغلام اسمه يحيى لم نجعل له من قبل سميا قال رب إنا يكون لي غلام قال رب أنا يكون لي غلام وكانت امرأتي عاقرا وقد بلغت من الكبر عتيا
böyük insanlar, böyük ariflər, böyük alimlər, Allamə Təbatəbai kimin misilsiz insanlar axır saatlarındakı dünyadan gedirlər. Bütün ustadların hamısı Hovzədə müştehidlər yığışıb Allamənin başının üstündədirlər. Dünyasını dəyişir. Bunların hamısının ustadıdır o. Allamədir. Mən indi istəmirəm Allamənin barəsində söz açam. Amma Allamə o adamdır ki, bir ömr çalışıb bütün üzvlərinin hamısı öz ixtiyarındadır. Hara istəyir baxa baxır, hara istəyir baxmaya baxmır. Sən elə bilirsən naməhrəmi deyirəm? Yox. Onun gözləri xəstələnmişdi. Apardılar İngiltərəyə. Həkimlər istəyir əməliyyat eləsinlər, cərrahlıq eləsinlər gözünə. İran həkimlərindən bir neçəsi tərcüməçidir onun yanında. O həkimlər indi diridirlər, qalırlar. Onlar deyir, İngiltərədə həkimlər dedi ki, əməliyyatı başlayanda iynə vırsınlar ki, ta bıçaq vuranda bilməsin də bu, olmaz ki, gözünə bıçağla cərrahlıq eləyəcəklər. Deyir, Allamə bizə dedi ki, denən eləməsinlər onu. Deyir, biz dedik, ağa əməliyyat gedir. Deyir, dedi ki, yox, onlara deyin ki, hissad eləməsinlər. Deyir, biz tərcüməsinə utanırdıq. Həkimlərə dedik, bu deyir ki, mənə iynə vurmayın. Siz əməliyyatınızı aparın. Deyir, onlar dedi, olmaz axı, bu gözün hey yumub açacaq. Deyir, Allamə güldü, dedi, gözün nə ixtiyarı var öz gözünə yumula açıla. O mənim ixtiyarımdadır. Mən onu yummayacağım. Deyir, biz tərcüməsinə qorxurduq ki, bəlkə biz səhvi başa düşürük. Onlar dedi, olmaz axı belə şey. Deyir, Allamə gülə-gülə dedi, yox, görəcəksiniz, olacaq. Qoymadı iynə vırıla. Gözün açdı, dedi, gözümü yummayacağım. Nə eləyirsiniz, eləyin. Ona Allamə deyərlər. Axır saatında ustadlar hamısı yığışıb başının üstündə dünyasını dəyişir. Əl-Mizan kimin təfsir Qurana qoyub gedib o. Ağa, axır sözün nədir bizə? Ömrünün hamısın bir kəlmədə bizə de, ondan sonra get. Deyir, bir kəlmədə belə dedi. Dedi, təvəccüh, təvəccüh, təvəccüh. Ondan dünyadan getdi. Yəni diqqət, diqqət. Yəni yadınızdan çıxmayın. Yəni Allahı yadınızdan çıxartmayın. Həmişə o sizin yadınızda olsun. 3 iddə sənin əməlləri baxır, görür. Biri Allahdır, biri Peyğəmbərdir, biri də əsrüvün imamı. O baxır sənin əməlləri.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قال رسول الله صلى الله عليه وآله وسلم العلماء ورثة الأنبياء صدق الله العلي العظيم. Məlum olduğu gibi söhbətimiz böyük İslam alimi, Kur'an təfsirçisi, İslam fəlsəfəsi üzrə sözün həqiqi mənasında böyük ustad və mütəxəssis olan mərhum Əllamə-i Təbatəbai rəhmətullah əleyhin barəsindədir. İslam Peyğəmbərimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi və alihi və səlləm alimlərin məqamı barəsində bir çox dəyərli sözlər, hikmətli hədislər buyurmuşdur. Onlardan birini nümunə olaraq söhbətimizin əvvəlində də ərz etdik. İslam Peyğəmbəri buyurur: "Əl-uləma'u vərəsətul ənbiya." Alimlər peyğəmbərlərin varisləridir. Digər bir hədisdə yenə İslam Peyğəmbəri buyurur ki, mənim ümmətimin alimləri Bəni İsrail peyğəmbərlərindən üstündür. Alimlərin peyğəmbər varisləri olmasını buyuran bu hədisdən belə məlum olur ki, həqiqətən Qur'an və Əhl-i Beytdən bəhrələnib, faydalanıb, öz həyatını tənzim edən, Qur'an və Əhl-i Beyt hədisləri əsasında tənzimləyən alimlər doğrudan da onların davranışı, hərəkətləri peyğəmbərlərin bəşəriyyətə nümunə olduqları kimi bunlar da nümunə və örnək hesab edilirlər. Mərhum Əllamə Təbatəbai rəhmətullah əleyh də bu cür böyük İslam alimlərindən idi. Sözün həqiqi mənasında bu şəxsiyyət peyğəmbər əxlaqına və peyğəmbər davranışına sahib idi. Həzrəti Əllamə Təbatəbai rəhmətullah əleyhin ətrafında olan o alimə yaxın olan bir çox insanlar mərhum Əllamə Təbatəbaidən nəql etdikləri xatirələrində buyururlar ki, Ustad Əllamə Təbatəbai sözün həqiqi mənasında peyğəmbər əxlaqına və davranışına malik idi. Bu şəxsiyyət əsla əsəbləşməz, daima çox böyük səbrə sahib idi. Hətta danışarkən belə səsini ucaltmazdı. Lakin mülayimliklə yanaşı təbiətcə çox qətiyyətli və möhkəm bir şəxsiyyət idi. Misal olaraq, namaz məsələsində o alimdən nəql olunan rəvayətlərə əsasən belə məlum olur ki, namaz məsələsində mərhum Əllamə Təbatəbai çox hədsiz dərəcədə diqqətli idi. Belə ki, əgər yaxınlarından bir namazın əvvəl vaxtda qılınması barəsində süslük özündən nümayiş etdirsəydi, dərhal mərhum Əllamə Təbatəbai rəhmətullah əleyhdən bu barədə bir irad eşidirdilər. Yəni, mütləq mərhum Əllamə Təbatəbai onlara bu süslüklərini dərhal xatırladırdı. Mübarək Ramazan ayı barəsində nəql edirlər ki, Ustad mübarək Ramazan ayının gecələrini sübhədək oyaq qalıb, ibadət və itaətlə, Qur'an qiraəti ilə məşğul olardı. Çox dəqiq və nizamlı bir şəxs idi. Vaxtının hətta bölünməsində hədsiz dərəcədə diqqət edərdi. Qur'an oxumağa o cümlədən çox böyük həvəsi var idi. Xüsusilə də Qur'an-ı Kərimi uca səslə oxumağı çox sevərdi. Özü hətta buyurub, bir dəfə yaxınlarından birinə buyurub ki, 26 illik proqramım əsla bir dəfədə olsun dəyişilməyib. Bu söz o şəxsiyyətin
böyük iradəyə sahib olmasından xəbər verir. Bir insan özü üçün 26 il ərzində proqram cəza ki, gün ərzində nə edəcək, nə zaman mütaliəsi var, nə zaman görüşləri var, bu 26 il ərzində bu insanın özü üçün təyin etdiyi proqramını əsla bir dəfə də olsun pozulmayıb. Çox mühüm işləri olmasına baxmayaraq, hətta dəyərsiz işlərdən ötürü o şəxsiyyətin yanına gələn insanlara belə vaxt ayırar, onlara əsla geri qaytarmazdı. Bu xüsusiyyət yenə də bu böyük alimin məhəbbətindən və qəlbinin yumşaqlığından irəli gəlməsindən xəbər verir ki, bu xüsusiyyət də yenə də peyğəmbərlərə xas olan xüsusiyyətlərdən biri sayılır. Lakin mərhum Allamə Təbatəbai Rizvanullah Teala əleyhdən nəql olunan xatirələr o şəxsiyyətə xas olan xüsusiyyətlərə gəldikdə ilk öncə onun şücaəti, zülm qarşısında təslim olmaması, zalimdən bir dəfə də olmuş olsun, onun üçün nəzərdə tutulmuş hər hansı bir hədiyyə və yaxud bu qəbildən olan şeylərə əsla əhəmiyyət verməməsi idi. Belə ki, nəql edirlər ki, bir gün mərhum Allamə Təbatəbai rəhmətullah əleyhə ərz etdilər ki, şah sizə fəlsəfə elmləri doktoru rütbəsini verməyi nəzərdə. Mərhum Allamə bu sözü eşitcək, dərhal belə ərz etdi. Zalim tərəfindən mənə veriləcək heç bir şeyi qəbul etməyə razı deyiləm. Ətrafında olanlar ustada ərz edirlər ki, ağa, bu hədiyyəni sizin üçün, bu rütbəni sizin üçün şah özü şəxsən nəzərdə tutmuşdur. Əgər siz onun bu hədiyyəsini, əgər siz onun bu təklifini qəbul etməsəniz, bu şahın əsəbləşməsinə və nəticədə sizin üçün baş ağrısına səbəb ola bilər. Mərhum Allamə yenə bu etirazlara baxmayaraq belə buyurdu ki, şahdan heç qorxum yoxdur və doktorluğu qəbul etməyə heç bir yolla razı deyiləm. Mərhum Allamə Təbatəbai rəhmətullah əleyhin sahib olduğu xüsusiyyətlərindən biri, o həzrətin bilmədiyi məsələlər qarşısında cəsarətlə, çəkinmədən bilmirəm deməsi idi. Belə ki, suallara cavab üçün nəzərdə tutulmuş cümə axşamları toplantılarında başqa-başqa qrup və zümrələrdən olan müxtəlif şəxslər bir sıra elmi suallar hazırlayır və mərhum Allamə Təbatəbai rəhmətullah əleyhdən bu suallara cavab istəyirdilər. Allamə Təbatəbai rəhmətullah əleyh isə tam alicənablıq və vüqarla sualları dinləyir, sonra onlara münasib cavablar buyururdu. Həmin toplantılarda iştirak edənlərdən biri o alimdən belə bir xatirə nəql edir. Buyurur, yenə o məclislərdən birində bir şəxs müdrik Allamə rəhmətullah əleyhdən bir sual etdi. Ustad sualı dinlədikdən sonra tam təvazökarlıqla buyurdu. İcazə verirsinizmi? Mən bu sualın cavabını bilmədiyimi deyim. Mərhum Allamə Təbatəbai rəhmətullah əleyhin malik olduğu xüsusiyyətlərindən biri də bu idi ki, bu şəxsiyyət çox böyük təvazökarlığa sahib idi.
Belə ki, bu ustadın şagirdlərindən biri belə nəql edir. Buyurur, mərhum Əllamə o qədər təvazökar, ədəbli idi və ədəb qaydalarının qorunmasında hədsiz dərəcədə diqqətli idi ki, biz onunla bu cəhətdə ayaqlaşa bilmədiyimiz üçün bir dəfə ona belə buyurduq ki, ustad, sizin bu qədər ədəbli olmağınız nəticədə bizləri ədəbsiz edir. Yəni, məqsədləri şagirdlərin bu idi ki, sizin kimi biz ədəb qayda qanunlarını riayət edə bilmədiyimiz üçün sizinlə müqayisədə biz ədəbsiz hesab olunuruz. Sizi and veririk Allaha, bizim halımızı nəzərə alın. Yəni, bizimlə görüşdüyünüz zaman bu qədər ədəbə riayət etməyinizdən biz özümüz sanki narahat oluruq. Yenə həmin şagirdlərindən sözünə belə davam edir. Buyurur, mərhum Əllamə Təbatəbai rəhmətullah əleyh təxminən 40 il öncədən indiyə qədər başqaları qarşısında mütəkkə və balışa söykəndiyini heç bir kəs görüb müşahidə etmədi. Sonra buyurur, mən onun şagirdi idim. Onun evinə çox gedirdim və ədəbə riayət etmək üçün səy göstərirdim həmişə aşağı tərəfdə, otağın aşağı tərəfində əyləşim. Günlərin birində yenə ustadın görüşünə getdiyim zaman otağın girişində, elə qapının yanında əyləşmək istədiyim zaman o böyük şəxsiyyət qalxıb mənə belə buyurdu. Elə isə biz gərək ya kənarda, yaxud da otağın xaricində əyləşək. Ümidvaram Pərverdigar-ı aləm onu pak əcdadı ilə məhşur buyursun və o rəhmətliyi cənnətin yüksək mərtəbələrində yerləşdirsin. İnşallah. برونن زین حلقه برونن زین حلقه هوشیارها هوشیار